Yeni Yasamalda 2 otaqlı mənzil çox ucuz qiymətə ailə olmaq şərti ilə kirayəyə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 55 kvadrat olan 2 otaqlı, tam təmirli və tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Binanın qazı, suyu, işığı daimidir, mənzilin isitmə sistemi kombidir, kondisioneri var, işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda, Albalı uşaq bağçasının yaxınlığında 18 mərtəbəli yeni inşa olunmuş binanın 11-ci mərtəbəsində ümumi sahəsi 55 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, tam təmirli və tam əşyalı mənzildir ki, ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Mənzilin aylıq kirayə haqqı 470 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050-277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.